Dünya çempionat tarixinin ən ikonik anı. Maradona, Tanrının əli, yoxsa Zidanın Matareziyə baş zərbəsi? Materazzi bizdən İtalyandır. Bilirəm. Amma ikonik olaraq əlbəttə ki, Zidan. Zidanın kəlləsi. Ondan sonra karyerasında bitirdi, getdi. Sağ olsun. Zidan yoxsa Van Persie'nin uçan Hollandiyalı ləqəbli o möhtəşəm vuruşu? Mən Zidanla davam eləmək istəyirəm. Zidanla davam. Zidanın başla zərbəsi yoxsa Luis Suarez'in 2010-da qan Uruguay önündə əllə qurtarışı? Oyda. Məncə O oyun çox odur. ikonik Çünki, oyundu özü də. Udu axırda qalib gəldi Uruguay. Hə, Uruguay qalib gəldi. Orada Uruguay penalti qalib gəldi. qaçırıldı və uzatma. Yəni çox Əslində, gözəl oyun idi. Suarez həqiqətən orada qurtardılar. Ən eləyə biləcək düz hərəkət elədi. Məncə Suarez seçək. Suarez. Dəyişirik. Suarez yoxsa Johan Cruyff'un məşhur hərəkəti? Yox, mən Suarez. Suarez davam istəyirəm. Yəni Suarez. Suarez yoxsa ayaqüstü ölən adam Roberto Baggio? Oyda. Çox Bu ikonik. Çox ikonik bir momentdir. Mən bilirəm Əmircanın ürəyi arzusu nə idi və hətta sona qədər məncə Əmircan onunla gedəcək. Amma məncə də elə Baggio çünki ölümü inanılmaz bir şey idi yəni həqiqətən. Çaş olmaz dediyimiz Olmaz. elə anlardan biri. Baggio yoxsa Bebeto'nun rəqsi körpəyi eləmə? Arxada da forması var. Baggio. Baggio. Onda sonda Baggio yoxsa Messi'nin 2022-də Dünya Kubokunu qaldırması? Mən Baggio. Baggio qalacaq. Çünki Messi'nin yəni necə deyim, Dünya Kubokunu qaldırmasını əslində hamı gözləyirdi. Yəni həmin gözlənilən bir şeydi, ikonik idi əlbəttə, amma sonda o jilet geymişdi əyninə. Onu geyinməsəydi, ikonanı soldurdu o. Həmin o jilet kart. Son qərar Roberto Baggio. Bəli.